Let's go. Al. Sesini de gelir. Aha, çəkişməli VS başladı. Nuran VS Emil. 10 qəpikdən popülərlikdən VS-yə. Birisi Nuran raşlayır Emilin üstünə. Emil çox safe oynayır və pusur Emil. Emil arxaya doğru oynadı. İlk kimdən gələcək? Nuran gəlir. Nuran. Arxasından gəldi Nuran. Və canı qalmadı Emilin. Çox az canı var. Nuranın canı çox yüksəkdir və Nuran ilk kill alır. Bir sürü Nuran nə keçir. Emil gəlir. Nuran da oyunun üstünə. Əla bir aksiyon orada. Daha hasar vermədi. Senin üstünə. Və kim alacaq burada? Canlar çox az və azdır candan Emil. Hesab 1-1'dir. Şimdi gördüğünüz kimi. Emil safe oynuyor, can yığır. Nuran gəlir. Emil pik atır. Nuran gölləsinin gelinləməsini gözləyir. Aha və gəldilər. Qarşı-qarşıdırlar. Nuran çıxdı vurdu. Nuran əla vurdu. Nuran əla vurdu. Əla damage vurdu. Əla hasar verib aldı Emili. Və canı da indi fulləndi. Emil sağdan gəlir. Nuran'ı arxalamaq istəyir deyəsən, amma ki yox. Önündən də gəlir. Yer verirlər. Nuran gördü, amma Nuran susturucu oynuyor. Nuran əla alır. 3-1 edir hesabı. Safe oynayıb canını yığır. Gördüyünüz kimi daha Emil gəlir. Nuran pik atı vura bilər. Nuran gözləyir. Əla oynuyor. Bomba yoxdur mənim fikrimcə. Bomba olsa belki daha hər şey fərqli ola bilərdi. Güllə indi Nuran oynuyor üstünə. Emil əla tutulandı vurdu və Nuran da vurdu. Ona bir yerdə kim alacaq Nuran? Əla alır Emil son headshot ataraq. Son vuruşunda. 3-2 Nuran'dadır. Emil. Nuran'ın gəlməsini icazə vermir. İndi qarşı-qarşıdırlar. Nuran çox əla hasar verdi. Nuran çox əla hasar verdi ilk görüşündən. Qabağa gəldi yana Nuran çox iyi. Çox yaxşı refleks verdi. Yəni canını çox azaldaraq ikinci dəfə vurdu. Nuran susturucu da oynayır M4'ü. Əla hasar verdi yenə. Oynayacaq onun üstünə. Emil Nuran'a əla hasar verdi. Nuran'ın canı azdı və Emil aldı 4-3. Çox çəkişməli oyun gedir. İndi Emil Nuran'a gəldi etdirməyəcək. Bir hasar verdi Emil. Nuran orada gözləyib ortada. Ola bir qarşılaşma Nuran'a əla hasar verdi. Emil'in canı azdı. Nuran oynadı üstünə. Və Nuran əla alır. 5-3 edir hesabı. Emil də benzinə yaxşı hasar verdi, amma Nuran daha yaxşı hasar verərək önə keçdi və ikinci zəhlində Emil'i öldürə bildi. Qarşı-qarşıdırlar. Nuran Emil'in pikdən çıxmasını gözləyir. Emil ortaya keçdi. Nuran konteynerin arxasındadır. Emil sola keçdi bir daha. Nuran Emil'in gəlməyini gözləyirsən. Aha Nuran keçdi. Oradan vurdu biraz. Nuran hasar verdi. Şimdi Emil əla aldı gözləyirək. Vurdu və Nuran alır bir daha. 6-3 edir hesabı. Qeyd edirik ki, oyuncular çox safe oynayar. Canlarını yığmağa gözləyirlər. Nuran indi canı biraz pis oldu. Nuran aslında heç ataraq vura bilər. Bəlkə də. Şimdi soldan vurdu gülləyə nədir? Bir dəqiqə. Və Nuran bir dəfə az canlı alır Nuran. Gəldim hesab 800 olub Nuran hesabı bir qədər artırır. Nuran sağlı sollu vurmağa çalışır Nuran. Neyini ihtələnsiz. 2 headshot səhv etmirəmsə hasardan göründüyü kimi birdən Emil'in canı çox azaldı. Emil gəlir. Emil çox ala vurdu, Nuran'ın canı qalmadı. Nuran nə edəcək bu headshotda, amma Nuran ölür.
Təbii olaraq yəni canı çox az qalmışdı. Ölməsi normaldır. İndi Nuran telefon indi. Nuran əla hasar verdi. Emilin canı daha azdır. Nuran yuxarıdan gedir. Nuran əla vurur. Ancaq özünə canı çox az qalır. İndi görək. Nuran canını yığır. Nuran canı da olmamasına baxmayaraq. Pik atır Emilə. Əla vurdu Nuran. İndi üzərini raşlayacaq. Nuran raşladı. Və Emili vura biləcəkmi? Emil çox əla vurdu. İndi ikisinin canı çox azdır. Və Emil alır burada. O hesabı 15 edir. Amma buradan geri dönüş çox çətindir Nurana qarşı. İndi Emili görürük. Emil çox səhv hərəkət etdi və gülləsini boş yerə xərclədi biraz. Nuran da onu cəzalandırdı bu səhvindən ötürü. İndi Emil gəlir. Nuran biraz sağ vermə çalışdan Emil hasar verdi bura. Və qarşı gəldilər. Emil vurur. Heç şəxsələrək öldürür. Baxıraq qarşılaşmalarına Emil Nuran'ı gözləyir orada. Nuran da dayanıb Emil'i gözləyir. İkisi də bir-birini gözləyir. Nuran əla səviyyəsində raşlayır üstünə. Nuran əla vurur. Akreplə vurur Nuran gölləsi qurtardığı üçün. Və burada Nuran əla vurur. Əla. Və 13-7 olur hesab. Nuran. Burada Emil'in gəlməyi gözləyir. Əla bir poz gözləyir Nuran. Qarşı-qarşıya gəldi. Nuran hasar verdi az-az olsa. Öndə Nuran çox az can qaldı. İkisinin canı çox azdır. Nuran əla vurur. Hesabı 2 qatına çıxardır. 14-7 bir hesabı Nuran. Nuran əla alır Emil'i. Burada Nuran'ın Emil'in təcrübəli, yaxşı oyuncu olduğunu görmək mümkündür. Və Emil bombadan istifadə edir. Nuran arxaya qaçır təbii olaraq. Əla qarşılaşdırıldı.